Yeni mənzil alan və ya mənzilini satmaq istəyən şəxslərin həmişə üzləşdiyi problemlərdən biri qeydiyyatda olan şəxslər. Mənzil almaq istəyir və yaxud da mənzilini satmaq istəyir. Notariat orqanı qeydiyyatda olan şəxslərin razılığını tələb edir. Yəni qeydiyyatda olan şəxslər mülkiyyətçinin mülkiyyət hüququnu həyata keçirməsinə mane olur. Bu vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır? Bu vəziyyətdən çıxmaq üçün İlk növbədə mənzildə qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarılması məsələsini həll etmək lazımdır. Bunun üçün mənzilin yerləşdiyi yer üzrə polis orqanına pasport qeydiyyatı şöbəsinə müraciət edirsiniz ərizə ilə. Qeydiyyat orqanı qanuna müvafiq olaraq sizə həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina barədə məktub verəcək. Məktub əsasında da inzibati məhkəmədə iddia qaldıracaqsınız ki, həmin şəxslər mənzildən qeydiyyatdan çıxarılsınlar. Bu arada nəzərinizə çatdırım ki, bu sayaq iddiaların verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmamışdır. Yəni, inzibati məhkəmələrə iddia dövlət rüsumsuzdur. İddianızı qaldıracaqsınız, məhkəmə araşdıracaq, həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edəcəkdir.